Uşaqlar 10-cu sinif 100-cü səhifəyə baxırıq. Yoldaşınızla sualları müzakirə eləyin. Do you think you have a healthy lifestyle? Səncə sənin sağlam həyat tərzin varmı? What makes your lifestyle healthy or unhealthy? Sənin həyat tərzini nə qeyri-sağlam və yaxud da sağlam edir? Deyir, mətni oxuyun, yeniyetmələr üçün həyat tərzi ipuçları, daha sağlam həyat tərzi ipuçları üçün və başlıqlarla bunları uyğunlaşdıracağıq. Biri artıqdır. Exercise regularly, müntəzəm olaraq idman elə, get help if needed, lazım olduqda kömək əldə elə, find the balance and plan your week, balansı tap, yəni tarazlığı tap və həftəni planlaşdır. Have a passion and practice it regularly. Bir istəyin, güclü nəyəsə istəyin olsun, marağın olsun və onu müntəzəm olaraq məşq elə. Have enough rest, özləri üstünə xətt çəkib tapıblar. Deməli, özləri tapıblar 0. Kifayət qədər dincəlməyə dincəl. Have a well-balanced diet. Yaxşı balanslaşdırılmış diyetən olsun. Get advice from doctors. Həkimlərdən məsləhət al. Məncə bu yersizdir. Həkimlər indi pula görə. Nəysə, learn how to manage stress. Yəni, stressi necə idarə etməyi öyrən. Gəlin oxuyaq. Özləri yeni tapırlar, amma biz yenə də oxuyaq. Getting enough sleep is so important for grown bodies and minds. Kifayət qədər yuxu almaq böyüyən bədənlər və beyinlər üçün çox vacibdir. It sounds simple, but the body clock of teens naturally keeps them up later at night and wants them to sleep more in the morning. Bu sadə səslənir, amma gənclərin, yeniyetmələrin bədən saatı belə təbii olaraq onları gecə elə bir ki, gecə gec saatlarda oyaq saxlayır və səhər daha çox yatmağa onlara belə bir istək yaradır. Make sure you get 8-10 hours of sleep each night to reduce stress levels and avoid risky or emotional decisions. Deyir ki, elə ki, gündəlik hər gecə 8 ən azı sözün demir, amma mən deyirəm 8-10 saatlıq yuxu yatasan, çünki bu stres səviyyəsini azaldır, eləcə də riskli emosional qərarlar verməkdən insanı uzaq saxlayır. Create a calm and relaxing sleep environment. Use your desk as a work area, not your bed. Deyir ki, yatmaq üçün sakit və rahatladıcı bir mühit yarat və öz masandan iş üçün istifadə elə, yatağından yox. Limit sugary foods and electronic equipment close to bedtime. Yataq vaxtına yaxın şəkərli qidalardan və elektronik əşyalardan uzaq dur, yəni məhdudlaşdır. Limit. Getting enough sleep also helps prevent health problems like heart disease. Kifayət qədər yuxu yatmaq həm də ürək xəstəliyi kimi sağlamlıq problemlərinin qarşısını alır. Find a healthy interest that you get excited about, sport, hobby or any other activity and add it into your schedule. Deyir ki, sağlam bir səni maraqlandıran, həyəcanlandıran, sevindirən bir maraq sahəsi tap. Bu idman ola bilər, hobbi ola bilər və yaxud da hər hansı bir aktivite, məşğuliyyət ola bilər və onu öz cədvəlinə əlavə elə. Set yourself some short and long-term goals and go for them. Özün üçün qısa və uzun müddətli məqsədlər təyin elə və onların arxasınca get. Deməli, uşaqlar burada D variantı uyğundur. Have a passion, güclü bir marağın olsun və onu müntəzəm məşq elə. Gəlin biz də bunun üstündən xətt çəkək. Okay. Our brain needs a lot of energy to function. Bizim beynimizin çoxlu enerjiyə ehtiyac var ki, işləsin. Actually, 20% of the nutrients we eat are used by our brain as energy.
Deyir ki, əslində də elə bizim yediyimiz qidaların təxminən 20% beynimiz tərəfindən istifadə olunur enerji üçün. If you have unhealthy eating habits, it's never too late to stop. Yəni ki, əgər deyir qeyri-sağlam yemək tərzin varsa, o heç vaxt gec deyil onu dayandırmaq. Start simple and do some research on areas you can improve, like like drinking more water, reducing junk food, eating more fruit and vegetables, and staying away from fats and sugar. Sadə addımlarla başla. Məsələn, bəzi sahələrdə araşdırma elə ki, məsələn, daha çox su içəsən, junk food, zirzibil yeməklərdən azaldasan, daha çox meyvə tərəvəz yeyəsən və yağlardan və şəkərdən uzaq durasan. Remember that. Bəli, buyurun. Okay, remember that healthy eating habits promote a feeling of well-being. Yadda saxla ki, sağlam tərzdə yeyib içmək vərdişi daha yaxşı hiss etmək hissini, yəni qabardır. Okay, buna uyğun gələcək, deməli, F bəndi uşaqlar. Have a well-balanced diet. F. Okay, make a decision to be active and get moving every day. Deyir ki, aktiv olmaq və hər gün hərəkətdə olmaq qərarını ver. Did you know that 9 in 10 young people lead an inactive lifestyle? Bilirdinmi ki, deyir, 10 gəncdən 9-u qeyri-fəal, qeyri-aktiv həyat tərzi keçirir. Studies show that being active is an effective treatment for feelings of anxiety and depression. Və araşdırmalar göstərir ki, aktiv olmaq narahatlıq və depressiya hisslərinin müalicəsində çox effektivdirlər. It can help reduce the risk of diseases, increase concentration and confidence, and reduce aggression. O, deməli, xəstəlik riskini azaldır, konsentrasiyanı, yəni fikrini cəmləşdirməni artırır, eləcə də özünə inamı artırır və aqressiyanı azaldır. You can set a realistic goal like 10,000 steps per day or choose an activity that you enjoy. Sən deyir, realistik bir, yəni əldə oluna bilən bir məqsəd qoya bilərsən. Məsələn, gündəlik 10.000 addım və elə bir aktivite seçə bilərsən ki, onu enjoy eləyəsən. Uşaqlar, burada exercise regularly uyğundur, A variantı. Növbətiyə keçirik və most teens prefer having a busy social life. They may regret later on. Əksər yeniyetmə deyir ki, aktiv, yəni məşğul sosial həyat keçirməyi tərcih edirlər, üstünlük verirlər və hansı ki, buna daha sonra peşman ola bilərlər. Work with your family and friends to create a weekly schedule that works for all important areas of your life to include schoolwork, extracurricular activities, your passion, exercise, family time, social time with friends. Deyir ki, ailənlə və dostlarınla bir yerdə işləyərək bir plan qur, hansı ki, o planda sənin həyatının ən vacib hissələrini daxil edəcək. Məktəb işi, ondan sonra əlavə məşğuliyyətlər, sənin istəklərin, maraqların, idman, ailə vaxtı, dostlarla sosial vaxt, yəni bütün bunları əhatə edəcək bir cədvəl qur deyir. This will reduce the chance of stress and anxiety. Bu da stres və narahatlıq hissini azaldacaq. Deməli, burada hansı uyğundur? Find a balance and plan your work. Məncə bu uyğundur. Okay, it's important to deal with any activity or difficult issues. Deyir ki, çox vacibdir, deyir, istənilən negativlik, mənfilik və çətin məsələlərlə mübarizə aparmaq, öhdəsindən gəlmək. Find an activities that makes you feel relaxed and helps you get rid of negative thoughts. Elə bir məşğuliyyət tap ki, o səni rahatlada bilir və negativ fikirlərdən səni
azad olmağa kömək eləyir. It may be sitting quietly in peace, doing some yoga or listening to music. Bu, yəni huzur, belə sakitlik içində oturmaq da ola bilər, biraz yoga ilə məşğul olmaq da ola bilər və yaxud da musiqi dinləmək də ola bilər. Uşaqlar, burada deməli H bəndini uyğun götürdüm. Deməli H. 4'ü yazmamışam. 4'te nə idi? F. 4'te F idi. Yo. 4'te C idi. 4'te C idi. Okay. Sonra during the teen years your body and mind keep changing. Tələbəlik vaxtlarında, tələbəlik nədir? Yeniyetməlik zamanında deyir, sənin beynin və bədənin dəyişməyə davam edir. So it's important to understand what you can and can control and make positive steps to stay healthy and happy. Ona görə də vacibdir ki, nəyi idarə edə bilərsən, nəyi idarə edə bilmərsən, bunu anlayasan və sağlam və xoşbəxt olmaq üçün müsbət addımlar atasan. If you feel something isn't right or if you're bullied, speak to your parents, friends and teachers as soon as possible to make some changes for the better. Və sən əgər görürsənsə ki, nəsə yolunda getmir, sənə hərə qorxu gəlirlər, onda valideynlərinlə, dostlarınla, müəllimlərinlə söhbət elə bu barədə danış və daha yaxşı olması üçün tezliklə, ən tez bir zamanda lazımi dəyişiklikləri elə. Bu da uyğun gələcək. Get help if needed. Lazım olanda kömək əldə elə. B variantı uyğundur. Və deyir, mətni yenidən oxuyun və cümlələri tamamlayın. It's important that teenagers sleep at least 8-10 hours a day. Deyir, vacibdir ki, yeniyetmələr ən azı gündə 8-10 saat yatsınlar. Hırısı hours. It's a good idea to avoid and before going to avoid sugary foods. Burada belə demişdi də, sugary foods, belə şəkərli qidaları and electronic devices, electronic devices. Deməli, yaxşı fikirdir ki, yatmazdan öncə şəkərli qidalardan və elektronik əşyalardan uzaq durasan. People who lead an active lifestyle have better concentration, bir də nə demişdi? And confidence və özünə inam. Confidence and confidence'ı buraya yazıram uşaqlar. Confidence. Deyir ki, aktiv həyat tərzi keçirən insanların daha yaxşı konsentrasiyası və özünə inamı olur. Teenagers should consult family, friends and teachers if something goes wrong with their life. Deyir ki, yeniyetmələr müəllimlərlə, ailə ilə, dostlarla məsləhətləşməlidirlər əgər həyatlarında nəsə yönündə getmirsə. Və sonra deyir ki, yoldaşınızla bu sualları müzakirə edin. Which of the tips in the article do you think you should follow? Səncə deyir, məqalədə verilən ipuclarından hansını sən yerinə yetirməlisən, hansını izləməlisən? What other tips would you add? Başqa hansı ipucları özün əlavə eləyərdin? Və daha sonra role play deyib, bunu adətən eləmirlər, amma yenə də baxaq. You're an expert in healthcare, sən sağlamlıq sahəsində, sağlamlığa qulluq sahəsində bir mütəxəssissən. Give advice to a teenager student B on how to lead a healthy life. Deyir ki, student B yeniyetməsinə məsləhət verir ki, o sağlam həyatı keçirmək üçün nə etməlidir? Və you're a teenager who doesn't lead a healthy lifestyle.
Sən də sağlam həyat tərzi keçirməyən bir yeniyetməsən, speak to healthcare expert, student A and get some advice və sağlamlığa qayğı mütəxəssisi ilə danış, student ilə və bir məsləhət əldə elə. Bu qədər uşaqlar, sağ olun.